Xoş gördük əziz dinləyicilər. Regionda İranla bağlı həyəcan artdıqca həm də Azərbaycanla trip yolunun işə keçməsi barəsində də Amerikanın çox ciddi səylərini görürük. Bilirsiniz ki, məsələn Rubio ilə Mirzoyanın söhbətindən sonra, yəni trip yolunun çərçivə sazişi imzalanmasından sonra bu günlərdə Trumpın bildirdiyinə görə, məlumat verdiyinə görə ən ciddi nümayəndəsi J.D. Vance Azərbaycana və Ermənistana səyahət edəcək. Və bu barədə Trumpın ciddi açıqlaması da var. Açıqlama da bundan ibarətdir ki, Ermənistana, istər Nvidia şirkətinə 3 milyard dollarlıq sərmayə qoymaqla orada kiçik çiplərin istehsal edilməsindən tutmuş atom enerjisinin məhz Amerikanın istifadəsinə verilməsi, yeni enerji təsisatlarının açılması və Azərbaycana da burada branjiletlərdən tutmuş müəyyən silah komponentlərinin satılması barəsində də açıqlama verir. Əlbəttə bunlar Azərbaycanla bu günləri Rusiya ilə, İranla baş verən hadisələrlə bərabər Azərbaycanda da məhz Trump yolunun inkişafı məsələsi bizim üçün müstəsna səviyyədə xeyirlidir və sülh sazişi çərçivəsi bizim üçün çox vacib olan məsələdir. Amma burada əlbəttə ki, insanı narahat edən məsələlərdən biri də ondan ibarətdir ki, çox təəssüflər olsun ki, Ermənistanla çox ciddi şirkətlər, maya dəyəri 4 trilyon dollar olan Nvidia şirkəti çip istehsalına başlayacaq və yaxud da ki, müxtəlif sahələrdə Amerikanın biz səhmlərini görəcəyik. Amma Azərbaycanla anlaşmalarda biz nəyin şahid oluruq? Branjiletlərin satılması, nəyləri isə satılması. Əlbəttə satılması Azərbaycan öz ordusunu inkişaf elətdirmə baxımından çox önəmlidir. Bunu etsinlər. Amma bu günlərə Azərbaycana da sosial baxımdan Azərbaycan çox ağır vəziyyətdədir və Azərbaycana da Amerikanın səhmlərinin gəlməsi bizim üçün çox vacib olardı. Bu günlərə Azərbaycanda işsizlik məsələsi kifayət qədər güclüdür. Və biz də nəhayət bu cür normal səhmlərin ölkəmizə gəlməsini istəyərdik və Azərbaycanda da müxtəlif fabrik və zavodların açılmasını istəyərdik ki, Azərbaycanın buna daha çox ehtiyacı var. Əlbəttə, insan bunu Ermənistan üçün gördükdə biraz da pis olur. Nə mənada pis olur da biz bundan sonra sülh məsələsindən o yana keçən deyilik. Amma sabah 10 ildən sonra, 15 ildən sonra Ermənistan iqtisadiyyatı kifayət qədər inkişaf edəcək, ümumdaxili məhsulda qabağa keçəcək, adam başına düşən gəlirdə kifayət qədər qabağa keçəcək. Amma biz isə geridə qalacaq. Ona görə də bu mənada Azərbaycan hökuməti də nəhayət zavodların, fabriklərin açılması, ölkəyə əlavə vəsaitlərin, səhmin gəlməsi barəsində düşünməlidir. Azərbaycanda nəhayət qanunçuluq və məhkəmə məsələlərində böyük islahatlar həyata keçirilməlidir. Çünki biz geridə qala bilmərik. Biz geridə qaldıqca uduza bilərik. Düşünürəm ki, Amerika ilə bu münasibətlə və J.D. Vance'in də məhz bölgəyə gəlməsi çox böyük bir hadisədir. Bütün diqqətlərin bura ayrılması bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın varlanması da, inkişafı üçün də və sülh və təhlükəsiz yaşanması üçün də çox vacibdir. Amma əlbəttə ki, bu ağrıcı məqamlar bundan ibarətdir ki, biz əlbəttə ən güclü silahları Amerikadan almalıyıq. Başqa yerlərdən almağa ehtiyac yoxdur, əgər ən güclü silahlar Amerikadasa. Amma həm də ölkədə müəyyən mənada məhkəmə islahatları, ədalət baxımından kifayət qədər ciddi islahatlar həyata keçirilməlidir ki, bizim ölkəmizə də güclü Avropa və Amerika səhmləri gəlsin. Əgər Azərbaycan səhmləri inkişaf etməyəcəksə, Azərbaycanda səhmdarlıq və yaxud da Azərbaycanda iqtisadi inkişaf eləməyəcəkdə, bu Azərbaycan xalqının əlbəttə ki, getdikcə vəziyyətinin daha da pis olmasına gətirib çıxarda bilər. Təşəkkürüm diqqətinizə görə.